Salam dostlar, hər vaxtınız xeyir. Deməli, bugün sizinlə bir yerdə evə verdiyim bu qrammatikadan olan sual cümlələrin izahına baxırıq. İndi gəlin vaxt itirmədən izaha başlayaq uşaqlar. Görək burada biz nələrə baxa bilərik, hansı məqamlar var. Deməli, dostlar, sual cümlələrində müəyyən biz məqamları vurğuladıq. Dedik ki, müxtəlif sual cümlələri var. Məsələn, taq sualları var, nə bilim, ümumi suallar, sonra xüsusi suallardan danışdıq biraz, belə. İndi məsələ nədir? Hər birində müəyyən dərəcədə müxtəlif yanaşma var, amma əsas biraz fərqli məqam taqlardadır. Taq sualında bilirsiniz də, bir cümlə daxilində olur, vergüllə ayrılır. Təsdiqdirsə cümlənin əvvəli digər tərəf inkar olmalıdır. İnkarsa cümlənin əvvəli digər tərəf deməli təsdiq olmalıdır. Bu belə. İndi baxıram ki, birinci sualı mənim nədir? Burada bir cümlə daxilindədir. Mən niyə görə o bir cümlə daxilində belə vurğulayıram? Bax, sizə keçən dəfə dərs izahında da dedim. Sınağa da düşmüşdü. Bir var, alt-alta versiya. Bax, belə bir, görürsünüz, oxşuyurlar bir-birinə quruluş baxımından, görürsünüz, bənzəyirlər. Tələbə də qarışdırır bunu. Alt-alta versiyada sual verirsənsə, yəni dialoq versiyadadırsa, o zaman təsdiqə təsdiq sual vermək lazımdır. İnkara da inkar sual vermək lazımdır. Bu yadda qalsın. Amma yox, bir cümlə daxilindədir, vergüllə ayrılıbsa bu taq sualıdır. Əgər təsdiqdirsə bu yan inkar olur. Bu yan inkardırsa, məsələn, ta ki cümlə inkardırsa bu yan təsdiq olmalıdır. Bu yadınızda qalsın. Yaxşı. Belə. İndi gəlin elə birinci sualdan başlayaq. Mən izah edeyim sizə. Deməli, uşaqlar, baxıram, birinci cümləm təsdiq cümlədir. Mənə bura nə lazımdır? İnkar. Tez baxıram ki, sağ olsunlar. Hamısını inkarda veriblər. Amma mən sizə dərsdə dedim. To be-nin formasını yazmaq istəyirəmsə cümlədə nə olmalıdır? To be olmalıdır. C-ni atdım, D-ni atdım. Görürəm ki, bu indiki zamandadır. Reads var, sonunda S var. S olduğuna görə də mən bunu keçmişlə uzlaşdıra bilmərəm. B-də getdi. Qalır A-nın Y variantı uşaqlar. İndi məsələ nədir? He-ni mən daxı don't-la verə bilmərəm. He təkdə doesn't olmalıdır. A da gedir, qalır Y. 2-də nevə var uşaqlar. Cümlə inkardadır. İnkara mən təsdiq demək cavab verməliyəm. Təsdiq bir A-da, bir C-dədir. İndi gəlir məsələ yenə də baxıram cümləmdə to be varmı? Is var, burada yoxdur. To be yoxdur uşaqlar. Çalışın köməkçi feil kimi to be-dən istifadə eləməyin. Yəni cümlədə gərək əmizar olsun ki, mən ondan istifadə edeyim. Was were olsun ki, istifadə edeyim. Yoxdursa mən niyə görə bunu götürməliyəm? Niyə görə is yazım ki, olmadığı yerdə? Qalır C variantı. 3 uşaqlar dialoq sualdır, bayaq dediyim. Təsdiqə təsdiq, inkara inkar cavab verirsən. Görəm cümləm təsdiqdədir, əla. İnkarları çıxdım. A, D, B qaldı. Bax, yenə də görürəm to be var bu cümlədə, yoxdur. İzləri, əmləri atdım. Qalır doğru cavabım B variantı. Sonra keçək 4-cü suala. Uşaqlar, indi bundan sonra gələn sual tiplərinin əksəriyyətində isə biz nəyə önəm yetirməliyik? Yəni, əgər taq sualı deyilsə, siz birinci fikir verməlisiniz ki, cümlədə nə olmalıdır? Köməkçi feil olmalıdır. Sual cümləsi üçün struktur belədir. Sonra mübtəda gəlməlidir. Ondan sonra da mənim xəbərim gəlməlidir. Yəni cümlədə belə deyək, sual cümlələrinin əsas strukturu, söz quruluşu belə gedir. Məsələn, burada köməkçi feil deyəndə yenə də baxın, nədirsə onu götürürəm. Əmizar ola bilər, məsələn, varsa izi keçirdirsən qabağa, ara atırsan qabağa. Was were ola bilər, ya nə bilim, do, does, did ola bilər və s. və s. kimi köməkçi feillərdən istifadə oluna bilər. İndi gəlirəm, məsələn, 4-ə baxıram. Uşaqlar, 2-də bax fikir verin. Is qalıb yerində. Gör, gətirib qoyublar mı mübtədadan əvvələ? Yox. 2 səhvdir. Sonra gəlirəm, baxıram uşaqlar 3-ə. 3-də birincisi cost feilinin keçmişi olduğu kimi qalır. Yəni buna mən idi artırıb bunu keçmişdə vermirəm. Bu bir səhvdir. Bir də digər tərəfdən nə vaxtdan xəbər mübtədadan əvvələ keçir? Olmaz. Və cümlə quruluşu da səhvdir. Əgər keçmişdə mən sual verirəmsə, burada did, this book, burada cost yazılmalıydı. Yəni köməkçi feil, mübtəda və əsas feil formasında. İndi baxıram, görürəm. Bax, 1 düzdür, mənim qaydamı ödəyir. Bir də 4 düzdür, uşaqlar ödəyir. 1, 4 olur B variantı. 5. 5-də uşaqlar, diqqətli olun görək hansı hissələrdə problem var. Məsələn, 5-də mən B-ni çıxıram. Məsələn, burada uşaqlar, belə deyək də,
sual cümləsi baxımından problem yoxdur. Sadəcə bir məsələ diqqətli olmaq lazımdır ki, bax John təkdədir, elə deyil. Təkdədirsə bunun xəbəri nə olmalıdır indiki zamanda? S-lə. Deyə bilərsiniz ki, müəllim, bəs onda keçmişdə olardı da. Amma məsələ nədir uşaqlar? Bu birincisi əvvəli indiki zamandır. Mən uzlaşma eləməliyəm. İndiki olmalıdır. İkinci tərəfdən də keçmişdə olsa gərək ki, id artırardılar. Soft formasında görməli idim. Verməyibsə deməli bu indiki zamandır. Və indiki zamanda da bilirəm, mübtəda təkdirsə əgər, deməli mənim subjektim singulardırsa, o zaman xəbərim nə olmalıdır? S-lə təklənməlidir. Yəni tək versiyada vermək üçün S artırmaq lazımdır. Sonra C-də didi yazıb idini saxlayıb səhvdir götürə bilmərəm. Sonra uşaqlar digər tərəfdən D variantında məsələ nədir? Mən sizə izahda dedim. Cümlənin hər iki tərəfində suala çevirmə eləməyin. Baxın, burada do keçib you-dan əvvələ bir sual, burada will keçib you-dan əvvələ bir sual. Bu da getdi. Bir də uşaqlar Y variantına fikir versəz, didn't yazıb, amma bunu həzf eləyib. Çox tələbə həzə görə, hiyə görə götürür. Deyir müəllim, hi ilə onsuz həz veririk də, nə fərqi var? Gəlin onu götürək. Amma məsələ odur ki, uşaqlar, bir dəqiqə. Məsələ odur ki, sən didi yazanda o bir dənə həvə qayıdır. Da fərqi yoxdur. Hi oldu, they oldu, nə bilim Kate oldu. Hamısında həv olaraq qalmalıdır. Yəni yadda saxlayıram, did yazıramsa həv olmalıdır. Yəni daha bir dəfə də dəyişə bilmərəm. Bir dənə dəyişirsiniz, həvə qaytarırsınız. Yaxşı, yadınızda qalsın. Yeni attım, qaldı doğru cavabım A variantı. Və fikir verin, tak sualıdır. Və köməkçisin ar var deyə aren't-la vermişəm. Mən bunu demək istəyirəm. Və to be cümlədə var deyə to be-dən istifadə elədim. 6-cı sual. Uşaqlar, 6-cı sualda məsələn siz baxan kimi görməlisiniz həttunu. Və bunu görmək lazımdır ki, bu həttu modal feilidir. Görə bilmirsənsə, bunu təsdiqə çevir. Görsən ki, cümlədə hətt də var, to da var. Bunu təsdiq versə, yəni suallıqdan biraz çıxart. Gör ki, təsdiqdə bu necə olar? Təsdiqdə biz belə eləyərik də bunu ən. Hədd bu yana keçibsə, deməli bu yana qayıtmalıdır. Elə deyil, əndən sonra gəlməlidir. Hədd to Harry. Hədd to formalaşdı, bəli. Deməli, burada artıq hədd to modal feili var. Onun sualı nə ilə verirəm mən? Did ilə verməliyəm. Did and have to formasında verilməlidir. A, buna görə yanlışdır. Sonra uşaqlar, B ilə C-də bəs problem nədir? Mən sizə dərs izahında dedim. Who-da və what-da mübtəda rolunda çıxış eləyə bilir deyə birbaşa özündən sonra nə gələ bilər? Xəbər. Məsələn, bu who knows, kim bilir? Who knows, kim bilir? Who burada mübtədaya verilən sualdır. Mübtədaya sual verəndə daha köməkçi feil götürmürəm. Birbaşa xəbər gəlir özündən sonra. Bunu zaten mən mübtədaya sual verərək suala çevirmişəm, görə bilirsiniz. Daha niyə görə ikinci dəfə bu tərəfdə, bu when-dən sonra yenə arı atmışam, sual cümləsi yaratmışam. Axı biz dedik, bir belə deyək də cümlə üçün bir dənə sual kifayətdir. Da ikinci suala ehtiyac yoxdur. Eyni ilə C-yə baxın, yenə kənd şeydən əvvəl gəlib. Bunların ikisində çıxdım. Sonra D-yə baxıram uşaqlar, has to modal feilini görə bilirsiniz. Has to-nun da sualı nə ilə vermək lazımdır? Doesn't-la, elə deyil. Çünki have to, has to, had to. Bunlar, bu modallar do, does, did-lə düzəlməlidir. Qalır doğru cavab Y. 7. Deməli uşaqlar, 7-də burada uyğunlaşdırmadır, tak suallarıdır. Məsələn, gəlin baxın. Birincisi mən buradan nəyi seçə bilərəm? Baxıram ki, xəbərlərim bunlardır. Studies. Mənim üçün ən rahatı birinci studies'dən başlayıram. Niyə görə? Studies bilirəm ki, konkret olaraq hansı zamandadır? İndiki sadə zamanda. Demək, bunun da tak sualı necə düzələcək? Köməkçisi doesn't, elə deyil, doesn't. Nə görə doesn't yazdım? Çünki uşaqlar, belə deyək də, bu təsdiqdədir deyə bu tərəf inkar olmalıdır. Söhbət tak sualından gedir. Və Kate'in bacısı. Bu yanında bir dənə yazıram, she. Tak suallarında uşaqlar, adları gətirib yazmaq olmaz. Onların əvəzinə yazmaq lazımdır şəxs əvəzliklərini. Doesn't she. Bu öz yerində. Sonra gəlirəm, baxıram, görüm 2. 2-də uşaqlar və 1-də bir məsələ bilirsiniz nədir? Apostrof S-dən sonra orada feil gəlib. Buna görə bəzən tələbələr bunu qarışdırırlar. Çünki bu S burada həm iz ola bilər, həm də həz ola bilər. Sadəcə məsələ nədir? Məsələ odur ki, heç vaxt həzdən sonra belə birbaşa ing-li feil gəlməz. Yəni adi versiyada məsələn siz görə bilməzsiniz ki, has playing. Yəni belə bir ifadə yoxdur.
Ya nə bilim, have playing. Bu yoxdur. Deməli, orada nə olmalıdır əslində? Is olmalıdır. O s demək is imiş. Isin qısa versiyası. Ona görə də bu is olduğuna görə gətirib yazıram bura is not. Çünki təsdiqdir, inkar verirəm. Isn't, Susan da qadındır, she yazıram. Isn't she? Buna sual. Uşaqlar, bu isə made, bu isə has made-dir. Baxın. Has made. İndi deyə bilərsiniz ki, müəllim, onsuz is-dən sonra da V3 gələ bilər də, məsələn, məhsul növdə. Amma uşaqlar, is made, bunu mən məhsulda versəm, axı cümlənin tərcüməsi düz gəlməz. Ona görə ən gözəli bunu has-lə götürməkdir. Burada da hasn't she yazıram. Deməli, hasn't she, isn't she, doesn't she. Görək hansını götürərəm. 1-ə C, bax görürsüz, hasn't she. 2-yə D, isn't she. 3-ə də B. C-dır, B. C-dır hardadır? A variantında. 8-ə baxıram uşaqlar. 8-də səhv cavablar hansılardır? 1, 3 səhvdir. R nə eləməlidir? U-dan qabağa keçməlidir. Məndən düzgün cümləni seç deyir. Mən də baxıram ki, sual cümlələrdir, elə deyil. Sual cümləsində də biz danışdıq ki, köməkçi feil qabağa keçir. 4-də problem nədir? 1, main'dən sonra cəm isim gəlir. Time cəmlənib olmalıdır. Times, how many times olmalıydı. Bir də eyni zamanda burada suala çevirmək yoxdur. Bu indiki zamandadır, elə deyil. You-dan əvvəl burada do qoymaq lazım idi. Köməkçi feil, mübtəda əsas feil üçün. Do you control formasında. 4-də atıram, yerdə qaldı. 1, 2. Fikir verin. R keçib qabağa. Burada da does-la vermişəm. Does the manager control you? Görürsüz, köməkçi feil, mübtəda, xəbər, hər şey qaydasındadır. 9. Uşaqlar, 9-da səhv hardadır? Düzgün cümləni seç deyir. Bax, burada variantı seç. 1, did-lə went yox, go olar. Bu öz yerində. Sonra 4-də, daha doğrusu 3-də you-la yadda saxlayın. You-nun xəbəri cəmdə olmalıdır. Cəm xəbər. Was yox, nə olmalıdır? Were. 3-də səhvdir. 4-də də uşaqlarda Battle of Borodino. Borodino döyüşündən söhbət gedir. Bu da xəbərini təkdə vermək lazımdır. Yəni, mübtəda əgər təkdədirsə, xəbəri necə görə mən, nəyə görə mən were verməliyəm? Was olmalıdır. 4-də gedir, qalır doğru cavabım nə? 1, 5. Yəni, A. Burada deyə bilərsiniz ki, müəllim, bəs 5-ci axı sual cümləsi deyil. Zaten uşaqlar, sizdən sual istəmir, axı sizdən nə istəyir? Düzgün variantı seçin deyir. Aydındır. Yazsaydı düzgün sual cümləsini, interrogativ yazsaydı, o başqa məsələ. Deyərdiniz ki, müəllim, 5-ə çıxaq. Amma burada düzgün cümləni istəyir deyə səndən, sən 5-ə çıxa bilməzsən. Burada demir axı, hansı şeydə belə deyək, cümlə növünü seçmək lazımdır. Bu 9. İndi gəlin 10-cu suala baxaq. Birincisi uşaqlar, gəlin çıxdaşlarımızı eləyək. Oil sayılmayan isimdir. Bunu how many-dən verə bilmərəm. A variantı səhvdir. Sonra digər tərəfdən yadda nəyi saxlayın uşaqlar? Mən sizə dərsdə demişdim. Mübtəda və mübtədanın təyininə sual verəndə bizdə nə olmalıdır? Mübtəda o belə deyək, nədirsə, ondan sonra birbaşa xəbər gəlməlidir. Bunu dərsdə dedim. Mübtəda və mübtədanın təyininə sual verəndə mənə köməkçi feil lazım deyil. Məndə nə olmalıdır? Birbaşa xəbər gəlir və cümləm o formada suala çevrilmiş sayılır. Məsələn, burada baxın, söhbət nədən gedir? Nə qədər neft istehsal edir? Məsələn, fikir verin, yazıram ki, nə bilim, belə bir rəqəm atıram. 10 ton Azərbaycanda neft istehsal, 10 barel məsələn götürək də. Məsələn, 10 barrel. Gəlin qısa yazım, çox yerimiz getməsin. Məsələn, 10 barrels, bu yazıram, of oil. Hər il istehsal olunur. Is produced. Baxın, are produced. Sadəcə desəz niyə görə R yazdım? Uşaqlar, mübtəda xəbər uzlaşmasında həmişə sözündən əvvəlki sözə baxmaq lazımdır. Of-dan əvvəl burada 10 barrels cəmdə olduğuna görə mən R verdim. Bax, təyin edici deyəndə söhbət bundan gedir. Mübtədanın təyini deyəndə bu ismin qabağında nə dayanıbsa oil'ı görə bilirsiniz. Oil
mənim ismimdir, mübtədamdır. Onun yanında, qabağında nə dayanırsa o təyin edici olur. Yadınızda qalsın. Və sən əgər o mübtədanın təyinə sual verirsənsə, özündən sonra birbaşa xəbər gəlir. Yəni belə olmalıdır. Əslində mən nə sual verirəm? Nə qədər neft istehsal edilir? Nə qədər neft deyəndə təbii ki, ya how many-dir, ya how much-dır. Sadəcə oil belə deyək də, Salmen isimli deyə mən how much yazıram. How much oil və burada artıq o 10 barrels of ifadəsi getdiyinə görə oil-la xəbəri uzlaşdırırıq. Oil təkdə deyə yazıram is produced. Və sual. Bax görürsüz, buradan əvvələ heç nə salmadım, yaxud da istifadə eləmədim. Niyə görə? Mübtədanın təyininə sual verdim. Yəni mübtədanın qabağında duran hər hansı bir sözə sual verirəmsə, onda birbaşa xəbər gəlir. Aydındır? Da orada köməkçi fe'l qabağa çıxart, nə bilim, önə at, belə bir şeylər yoxdur. Və mənə belə bir şey lazımdır. How much oil is produced? Bu versiya. Məsələn, Y-də görürsünüz Azərbaycan gəlib girib araya. Yer zərfi ən axırda olar. Sonra məsələn C-də uşaqlar dazı görürsünüz oil'dan əvvələ keçib. Olmaz. B-də də baxaq görə problem nədir? Is oil'dan əvvələ keçib. Bu da olmaz. Bunları çıxırsan, yerdə qalır hansı variant? D variantı. Və görürsünüz mən yazdığım versiya. Produced in Azerbaijan every year. Bir dənə bu hissəni mən özüm yazmadım ki, çox yer tutmasın. Bilirəm, biraz sual cümlələrinin bu hissəsi ağırdır. Amma nə eləyək? Bunları da əzbərləmək, yadda saxlamaq lazımdır ki, mübtədaya və onun təyininə sual verəndə, belə deyək, həmin hissədə birbaşa artıq xəbər gəlir. Da köməkçi fe'lə ehtiyac yoxdur. Bax görürsünüz, izahda elədim. Kimə də aydın olmasa yenə də məndən soruşar. 11 uşaqlar, 11-də işimiz rahatdır. Mən sizə dedim dərsdə ki, who'dan və whom'dan sonra birbaşa insan adı gəlməz. Bir getdi, 2-də də uşaqlar did varsa idinin burada nə işi var? Elə deyilmi? Sadə versiya qayıtmalıdır, show olmalıdır. Did olanda idi düşür, kökündən dəyişənlərdə əvvəlki versiyasını bərpa eləyir. 2-ni də atıram, doğru cavabım qalır 3-4 variantı. 12. 12-də baxıram uşaqlar. Birincisi bax sizə bir söz deyim. To be və sadə fe'l. Belə bir şey ola bilər. Siz istifadə edirsiniz I am go. Bilmirəm, bəlkə də istifadə edirsiniz I am go. Amma belə olmur. To be'dən sonra fe'l gəlirsə, ing qəbul etməlidir ən azından ki, davam edici zaman olsun. I am going versiyasında deyəsən. Yəni o baxımdan burada vəziyyət necə olmalı idi? Are you watching? Bax bunun ing-si çatmır. Yəni bəzi şeylər var uşaqlar, bunu artıq müəyyən qədər əzbərləmək lazımdır. Bayaq dedi ki, have-dən, has-dən sonra ing-li fe'l gəlməz. Yəni nə bilim, to be-ni been-dən istifadə edə bilməzsən. To be-dən sonra sadə fe'l gəlməz. Bu da səhvdir. To be-dən sonra necə fe'l gəlir? ing-li fe'l gələ bilər davam etdiyi zaman üçün. Ya da to be-dən sonra uşaqlar nə gələ bilirdi? Fe'lin 3-cü forması. Bu da nəyi göstərirdi? Məhsulu. İndiki zamanın məhsulunu, keçmişin məhsulunu, gələcəyin məhsulunu baxın bu versiyada. Sonra mən sizə dərsdə dedim uşaqlar, əsas fe'llə köməkçi fe'l yanaşı gələ bilməz. Məsələn, do, does, did. Bunlarla siz belə deyək də əsas fe'lləri yanaşı verməyin. Məsələn, do play. Bu ifadə səhvdir. Does visit. Səhvdir. Araya nə girməlidir? Mübtəda girməlidir. Elə deyil. Bax, eyni ilə B-də olduğu kimi. Do attend. Belə ola bilməz. Yəni, təsdiq versiyada do, does, did-dən sonra əsas fe'l birbaşa gəlibsə, o cümləni oxumadan variantdan çıxa bilərsiniz. C variantına baxın. Bax, yenə to be və sadə fe'l. Olmaz. D-də də does. Burada nə ilə verilib? S-i qalıb yerində. Düşməli idi. Qalır doğru cavab Y. 13. Görə 13-də nə var? Məsələn, 13-də B-yə baxın uşaqlar. Did, live. Əsasla köməkçi fe'l yanaşı gəlib. Sonra görə başqa nə çıxa bilərik? Uşaqlar, burada baxıram, başqa çıxası bir variant yoxdur. Hamısı düz gəlir. Şərtinə baxım. Incorrect istəyir uşaqlar. Səhv sual cümləsinə baxın 13-də. Mən də deyirəm, nə istəyir bizdən? Incorrect. Səhv sual cümləsini istəyir deyə. Elə B-dir uşaqlar, səhv. B variantı. Bax, görürsünüz, köməkçi fe'lindən əsas fe'l yanaşı gəlib. Olmaz. Digərlərində hamısı bax qaydasındadır. Köməkçi fe'l, mübtəda, xəbər, ardıcıllıq qorunub. C-də mübtədaya sual vermişəm deyə birbaşa xəbər gəlib. Nə baş verdi? D-də yenə bax, köməkçi fe'l, mübtəda, xəbər qorunub. Y-də də ki, uşaqlar, tak sualıdır.
Mən sizə tak suallarla bağlı qeydlər atmışım da, ümidvaram oxumusunuz onu. Let's ilə başlayan cümlələrin tak sualını nə verirəm? Shall we. 14. Bu da artıq bizdən correctini istəyir. Baxın, A səhvdir. Baxın, təsdiqdirsə, mən burada nə yazmalıydım? Aren't inkarını verməliydim. Elə deyil. Sonra baxaq görək uşaqlar, başqa nə mən şey eləyə bilərəm? Sonra uşaqlar, bax B variantında biz do-nu daza hara yazırıq? Do-la dazla nəyə sual verirəm mən? Və yaxud da did-lə. Cümlədə əsas feil varsa. Elə deyil. Yəni cümlədə feil varsa, məsələn deyirəm ki, I go. Sual verirəm. Do you go? Və yaxud da deyirəm ki, she, nə bilim, went. O getdi. Sual verirəm. Did she go? Bu versiyada. Yəni cümlədə feil yoxdursa, mən do does did-lə sual verə bilərəm? Yox. Bax, gəl B-də görün feil harda var. Yaxşı, do-nu verdim. Lap mübtədanı da verdim. Hanı bu feil? The seasons of the year ilin fəsilləri deməkdir. Baxın, the seasons of the year ilin fəsli. Bu mübtədadır. Bəs xəbərim hanı? Cold axı xəbər deyil. Cold nədir? Sifətdir, soyuq. Yəni ən azından bunu şeylə verə bilərdik. To be ilə. Bilirsiniz də sifətləri ismi xəbər kimi to be ilə verə bilərlər. Məsələn, are cold. Belə. Ya uşaqlar, C-də də problem nədir? Bu afraid of, to be afraid of-dur. To be afraid of. Yəni, məsələn, belə deyək də, I am afraid of, she is afraid of. Burada to be-dən istifadə edirik. Onu da suala çevirəndə dazla yox, indi to be-nin hansı versiyasını yazmışamsa əmizar. Onu qabağa keçirtməklə. D-də problem nədir uşaqlar? D-də baxın, have atıblar qabağa. İndi mən sizə dərsdə demişdim, have nə vaxt qarşıya atıb suala çevirdərəm. Have-dən sonra nə gəlməlidir? V3 olsa, yəni indiki bitmiş zaman olsa. Baxıram görüm, have var, okey, your niece. Your niece də sən mübtədandır, elə deyil. Bəs bunun V3-ü hanı bu cümlədə? Yəni, əgər mən have-lə suala çevirmişəmsə, have-i atmışamsa qabağa, demək cümlədə V3 də olmalıdır. İndiki bitmiş olmalıdır ki, mən have-i atım qarşıya. Hanı bunun V3-ü? Hardadır? Göstərin mənə. Yoxdur ki. Demək, D-də səhvdir. Onda bunun sualını desiniz, müəllim, necə vermək lazımdır? Uşaqlar, mən sizə demişdim. Əgər ki, have-dən, has-dən, have-dən sonra V3 gəlmirsə, əgər gəlmirsə, o zaman onun sualını do, does, did-lə verəcəksiniz. Yaxşı. Burada your niece təkdədir, does-la. Does your niece have long dark hair olmalıydı. Doğru cavab olur ki. Gəldi uşaqlar 15-ə. 15-də görək hansılar səhvlərdir. Bax, birinci yenə başlayıram səhvdən. Elə ümumiyyətlə ingilis dilində uşaqlar düzgün variant istəyirsə, siz birinci səhvləri çıxın. Çünki səhvləri tapmaq rahatdır. İnkar cümlədə dediyim kimi. Məsələn, bax, fikir verin, maçdan sonra cəmisim gəlib. Olar. Olmaz qətiyyən. Sonra uşaqlar, baxıram nəyə? Is there many rooms in your apartment? Burada birincisi, otaqlar cəmdədir. Mən bunu izlə verə bilmərəm. Çünki yəni, ən rahat çıxdaşı deyim də sizə. Rooms cəmdədir. Mənə gətirib bunu iz verib. Nə olardı? Ən azından ar olardı, çıxdınız. Sonra what many rooms deyə bir şey yoxdur. How many olmalıdır. What many ifadəsi yoxdur. Bu da getdi. Uşaqlar, A-da bəs problem nədir? Baxaq görək. How many. Uşaqlar, how many burada rooms niyə görə cümlənin axırında gəlir? Söhbət nədən gedir? Nə qədər otaqdan. Elə deyil. Rooms'u mən niyə görə aparım cümlənin ən axırında verim? Bura gəlib girərdi də. How many rooms? A da gedir, qalır. E variantı. 16. Baxaq. Düzgünü istəyir bizdən. Uşaqlar, biraz diqqətli olun 16-da. Ümumiyyətlə, ingilis dil testləri maksimum diqqət tələb edir bu qrammatika sualları. Baxın, burada var bizdə nə? Tak sualıdır, elə deyil. Nə yazmır məndə? Tak sualıdır. Görürsən, burada inkar var. Tələbə gör ki, bunda təsdiq verir. Okey, əla. Gəl A-nı götürür. Amma uşaqlar, bu cümlənin axırına bir dənə baxın. Əminəm ki, bu sınağa düşsə, %1, 60-70% adam bu cümlənin axırına baxmadan burada A variantını yazar. Ki, hə, bura inkardır. Buna təsdiq də veriblər. Amma uşaqlar, bura sabah yazır. Bu sabahla didn't necə uzlaşsın? Bu hansı zamanı göstərir? Gələcəyi. Getdi A. C-də baxıram.
Bax doesn't niyə görə köməkçi will olmalıdır? Niyə görə? Həm də yenə söhbət sabahdan gedir. Sonra deydi uşaqlar 2 dənə sual var. Bax will niyə görə you-dan əvvələ keçsin? Əgər mən taq sualı düzəldirəmsə, normal qaydada gedərəm də. You will cümlənin davamı vergül. Sonra da təsdiqi deyə yazardım will not you. Bax belə bir şey. Və bir də uşaqlar zaten cümlənin bu tərəfi suala çevrildi. Bu ikinci tərəf qısa şəkildə suala çevrilib. Da birincini də mən belə will atmağa ehtiyacım yoxdur. Və əlavə bir dənə də səhv deyim sizə. Təsdiqdirsə bura inkar olmalı deyildimi? Təsdiq də veriblər. Qaldı Y variantı. Yenə bax sabah yazıblar, keçmişdə veriblər. Ən kobud səhvlərdən biri həm də əlavə olaraq had gone. Görürsüz həddən sonra nə gəldi? V3. Demək bunun köməkçisi özü olmalıdır. Ən azından hadn't you yazsaydı, biraz nə bilim yarım yamalaq səhv eləmək olardı bunda. Doğru cavab qalır B. Bax diqqətli olun. 17. Baxaq 17-yə. Deməli uşaqlar, birincisi C variantı mən burada tez çıxıram. Bax did nə əlaqə, is nə əlaqə? Keçmiş, indiki cümlənin aləmi vurublar bir-birinə. C-ni atdım. Sonra uşaqlar, how many far deyə bir şey yoxdur. Yəni how many miqdar bildirir, özündən sonra isim gəlməlidir. D də gedir. Far uzaqdır. Yadda saxlayın. Sonra burada yəni soruşmaq istəyir ki, Sumqayıtdan Bakıya qədər məsafə nə qədərdir? Yəni nə uzunluğundadır? Yəni bunu what much-la da deyə bilməzsən. What far da demək olmaz. Bu ifadə how far-dır. Yəni necə uzaqdır? Yəni arada məsafə necədir? Nə uzunluğundadır? Bunu belə istifadə edirlər. Ona görə doğru cavab A ola bilər. Bax görürsüz izi də itdən əvvələ atıblar. Sonra 18-ə baxıram. Məndən səhv sual cümləsini istəyir. Yəni wrong. Bax diqqətli olun. Uşaqlar, mən sizə bir dənə bir şey deyim. Elə o testdə də onunla bağlıdır. Əgər cümlədə there is, there are varsa və yaxud da bunların keçmiş zamanı, gələcək zamanı varsa, ola bilər was da yazsınlar, there were da yazsınlar. Taq sualında o zaman, məsələn, tutaq ki, cümlənin axırında bir dənə o halda, tutaq ki, götürək is-lə veriblər. Yazaram isn't. Mübtədam nədir mənim? Taq sualında birisi də mübtədanı yazırıq. Isn't there. Bir dənə o halda there yaza bilərəm. Əgər cümlə there is, there ilə, there ilə başlayırsa. Gələn baxıram ki, uşaqlar, burada belə bir variant var, C variantı. Və fikir verirəm ki, burada axırda there yazıblar. Elə deyil, there yazıblar. Fashion'dakı axı itdi. Mən necə onu there ilə verə bilərəm? Bax, diqqətli olun bir dənə. Ona görə də bizim səhv cavabımız hansı variant olur? Səhv cavab olur C variant. Səndən də wrong istəyirdi. Yəni, əgər cümlədə burada there yazmayıbsa, sən heç vaxt gətirib there yaza bilməzsən. Fashion'dan söhbət gedir. Mübtəda fashion'dır. Dəbdən, modadan danışır. Ona görə isn't it olmalı idi. 19. 19-a deyir ki, uşaqlar, altından xətt çəkilən hissəyə sual verin. İndi deyir ki, burada atası biznesmendir. Biznesmen. İndi mən sual verməliyim. Onun atası nəçidir? Birincisi yadda saxlayırsınız uşaqlar. Altından xətt çəkilən hissə sual cümləsində ola bilməz. Tez B-ni atdım. Görürsünüz, biznesmen sözünü burada saxlayıblar. Onu atdıq getdi. Sonra görək nələr çıxa bilərik. Bir də çıxmazdan əvvəl onu da deyim uşaqlar. İngilis dilində peşəni soruşanda, yəni atası nəçidir deyirəmsə, onu what-la vermək lazımdır. Bu yadınızda qalsın. Mən nə ilə verirəm onu? What-la. İlə doğru cavab gəlin D-ni götürək və siz yadınızda saxlayın. Bir insanın peşəsini soruşanda, onun necə deyərlər, işini soruşanda biz onu veririk what-la. Bax, unutmayın. What was deməli, Theodore Dreiser's father? Yəni, bu Dreiser'ın atası nəçidir? Bax, yadınızda qalsın. Peşəni soruşanda ondan istifadə edə bilərsən what-dan. Unutmayın. Yaxşı. Bu belə. Sonra keçid eləyək 20-ci suala. 20. 20-ni əslində mən dərs izahında sizə o lövhədə göstərmişdim. İndi uşaqlar, məsələ nədir burada? Birincisi, söhbət nədən gedir? Deyir ki, mənim bacım oxumasına görə hədiyyə aldı. Fikir verirsiniz. Bacım oxumasına görə hədiyyə aldı. Mən dedim, altından xətt çəkilən söz cümlədə ola bilməz. Görürəm ki, B-də qalıb singing. Bunu atıram gedir. Çünki mən o hissəyə uşaqlar sual verirəm də. Sual verdiyim bir şeyi necə gətirib orada istifadə edə bilərəm? Bax, bir tərəfdən fikirləşin. Yəni, bir şeyə mən sual verirəm.
O sual verdiyim şeyi nətər gəlib istifadə edə bilərəm? Elə deyil, yəni cümlə daxilində. O təbii ki, sual verilirsə naməlum qalmalıdır. Verilməməlidir. Bax, mənim bacım oxumasına görə hədiyyə qazandı. Sual verin, nə üçün qazandı? İngilis dilində nə üçün sözünü bir why ilə vermək olar uşaqlar. Bir də what, nə və axırda for yazaraq. Bu forda üçündür də, olur nə üçün. İki halda verə bilirəm. İndi baxıram ki, A-da uşaqlar for what yazıblar. Söz yox, for what danışıqda istifadə olunur, amma qrammatikada bir o qədər də istifadə olunmur. Həm də cümlə quruluşu düz deyil. Xəbər gəlib mübtədadan əvvələ keçib. Ümumiyyətlə köməkçi feil yoxdur. Belə acayib formalıq bu. Bu getdi. D-yə baxıram, daha doğrusu C-yə baxıram. C-də əslində düz ola bilər. Why da var, köməkçi feil didi yazıb, mübtəda yazıb, xəbəri yazıb. Amma uşaqlar yadda saxlayın. Why-la sözünü vermək olmaz. Aynen xırda. Məsələn, why for olmur. Çünki why özü də nə üçün deməkdir, for da üçün olur. Nə üçünün kvadratı. Nə üçün üçün. C də getdi. Qalır D ilə Y. Uşaqlar, Y-də isə, axı mən dedim, what for yazmaq lazımdır. Əgər nə üçün ifadəsi yaratmaq istəyirəmsə, onda nə eləmək lazımdır? What for. Doğru cavabım qalır D variantı. Yaxşı. 21. Deyir ki, altından xətt çəkilən hissəyə sual ver. Biz sizdən dərsdə danışdıq. Fordan sonra zaman müddəti gəlirsə, mən ona sual verirəmsə, necə sual verəcəm? How long-la sual verirəm. Nə qədər müddətdir? How long olmayanları çıxdım. Bunlar getdilər. Bir də uşaqlar, indi bunu suala çevirəndə məlum məsələdə həzbin hansı zamandadır? İndiki bitmişdi. Və görürsünüz V3 gəlib. Həzi atmalıyım dinnerdən qabağa. Həzi dinnerdən qabağa atanda qalır bizdə C. Məsələn, çox tələbə səhv elədi. Versiyalardan biri də nədir? Mübtədadan qabağa həzbin ikisini də atır. Səhvdir uşaqlar. Ümumiyyətlə yadda saxlayın. Bax, dayanmadan deyirəm bunu. Has been, have been, had been, will be, shall be, ought to. İkili ifadələrdə həmişə birini atın. Məsələn, will be görmürsən. Məsələn, she will be. Bunu suala çevirəndə will bir dənə at. Olsun will, she be. Bu formada. Aydındır. İkisini də bir yerdə əvvələ atıb istifadə eləyə bilməzsən. Yadında qalsın. Deməli, uşaqlar, gəlin indi 22-ci suala baxaq. 22-ci sualda məsələ nədir? Burada həvli, həzli ifadələr görürsünüz. Ümumiyyətlə, birinci C-ni buradan çıxaram. Elə deyil. Niyə görə çıxıram? Çünki yadda saxlayıram ki, has to modal feilidir. İyi uşaqlar, niyə çıxırıq? Mən bu tərəfi görmədim. Desənə düz cavabımız elə C variantıdır. Deməli, elə uşaqlar C variantına baxın burada. Has to modal feilidir, elə deyil. Bu tak sualı yaradıblar da burada. Görürsünüz, bir cümlə daxilində vergüllə veriblər. Təsdiqə, inkar cavab. Və has to'nun da bilirsiniz ki, sualını biz do-la, does-la, did-la düzəldirik. Və bunda doesn't he kimi mübtədasını vermişik. Digər məsələ nədir? Məsələn, D-də baxıram ki, burada görürsünüz, doesn't yazıb. Sözcə, bu tərəf təsdiqdə verib, hər şey qaydasındadır. Sadəcə, məsələ burada odur ki, doesn't vermişəmsə, mən burada köməkçi feil kimi həz istifadə eləmərəm də, ən azından does yazaram, elə deyil. Bu belə getdi. Sonra uşaqlar, Y-yə baxın. Y-də problem odur ki, mübtədadan sonra to-lu xəbər gəlməz heç vaxt. Yəni, mübtəda, sonra to-lu xəbər gəlsin, to-lu verb gəlsin. Belə bir şey yoxdur, yəni ümumiyyətlə yoxdur. Yəni, Y-də problemimiz odur. Yəni, bu versiya olmaz. Have to ola bilər ha. Məsələn, tutaq ki, they have to. Bu başqa. Demək ki, müəllimə burada gəlir. Bu başqa məsələ. Amma mən dediyim versiya birisinədir belə. They to have. Bu versiya uşaqlar heç yerdə yoxdur. Hansı ki, görürsünüz, burada veriblər. Ona görə Y-ni də çıxdıq. D-ni atdım. Nəyə görə getdi, onu dedim sizə. A-nı niyə görə atıram uşaqlar? Mən sizə dedim dərsdə, yenə təkrar edirəm, dəfələrlə deyirəm bunu. Have, has, had. Bunların sualını o vaxt özü ilə verirəm ki, o vaxt bunlar qabağa keçər ki, mübtədadan sonra gəlsin V3. Bu cümlədə hanı məndə V3, hanı fail? Yəni, participle to hardadır? Görürsünüz, lunch gəlib, isim. Onda bunun sualı nə ilə veririk? Do, does, did-lə. Yəni, have, has, had. Bunların sualını o vaxt özü ilə verərsən ki, mən nə eləyim? Cümlədə V3 görüm. Özündən sonra V3 gəlsin. Amma yoxdursa, isim gəlibsə və yaxud da ismi birləşmələr gəlirsə, o zaman do, does, did-dən istifadə eləmək lazımdır. A, B-də səhvdir. 23. Yenə də baxıram, fora sual verməliyəm. Uşaqlar, fora sual verəndə how long olmalıdır.
How long C ilə D qalır. Sadəcə məsələ odur ki, dil yazanda iri düşməlidir. D də getdi C bizim doğru cavabımız. 24. Baxaq 24. Deməli dostlar, 24-də baxaq. 24 biraz qarışıq test ola bilər. Sadəcə ingilis dilində 2 dənə feil var. Bir lay feili var, bir də lie. Uşaqlar, lay feili öz mənası qoymaq, yerləşdirməkdir. Lie yazılan, qoymaq, yerləşdirmək. Lie feili isə uzanmaq, yerləşmək. Yəni mənadan gördüyünüz etibarı ilə lay feili təsirli feildir. Belə deyək də, özünə sonra tamamlıq götürür. Məsələn, dəftəri masaya qoydum, yerləşdirdim layı, nə bilim, masanı sərdim, lays a table, ya nə bilim, nəyisə yerləşdir, nəyisə qoyduq. Bu təsirli feildir. Bir də var lie. Lie-ın həm də yalan danışma mənası var. Bu da gedər bunun içində təsirsizdir. Bir də uzanmaq, yerləşmək anlamında yenə də təsirsizdir. Aydındır. Və məsələ nədir uşaqlar? Bu lie feilinin keçmişi gəlir lay olur. Yəni bu feilin indiki zamanı ilə üst-üstə düşür. Belə. İndi mən bunların arasındakı fərqi tapmalıyam. Lay feilində keçmişi lay'dir. L-A-I-D. Bax belə yazılır. Məsələn, mən testləri işlə nə eləyirəm? Gəlirəm, baxıram. Əgər mən do yazmışamsa, demək bu cümlə hansı zamandadır? İndiki zamanda. Elə deyil. İndiki zamanda da mən baxıram ki, bu heç vaxt lie feili ola bilməz. Lay olar. Çünki lie-ın keçmişidir lay. Elə deyil, bax vurğulayıram. Keçmiş. İndikidən söhbət gedirsə, deməli elə bu hansı feildir? Qoymaq, yerləşdirmək. Bax birinci bu feildir. Çünki do ilə vermişəm. Bax fikir verin. Sualı do ilə verilib. Bax bir daha təkrarlayıram. Əgər ki indiki zamandırsa, bax burada söhbət indidən gedirsə, biz dedik hansı feilin indiki zamanda lay olaraq qalırdı? Yerləşdirmək. Zaten keçmişdə versəydi bunu did yazsaydı. Siz bilirsiniz də did yazanda məsələn buradakı lay nəyə çevriləcəkdi? Yenə də liyə yazılmalıydı. Özüm tələffüzünü yox da yazılışını deyirəm ki, otursun beyninizə. Liyə yazılmalıdır. Elə deyil. Yəni lay. İkisi də bir-birinə bənzəyir. Amma did yox, do yazıbsa indiki zamanda. İndiki zamanda da elə bilirəm də lay özü elə öz versiyasındadır, elə indiki zaman formasındadır. Mənası da yerləşdirməkdir, qoymaqdır. İndi uşaqlar, ingilislərdə belə məntiq var ki, deyir, yəni evi heç kim gətirib ora qoymur. Ev öz-özünə yerləşir də, yəni orada yerləşir, necə deyərlər, mövqe salır bu formada. Ona görə bir səhvdir, biri götürə bilmirəm. 2-yə gəlirəm uşaqlar. 2 məncə düz olacaq, çünki hansı növ evlər yerləşir, fikir verin, yerləşir. 2-ni götürə bilirsə, lie feillikdə görə bilirsiniz, yerləşmək, uzanmaq yazdıq. 3-ə baxıram uşaqlar, 3-də yenə, baxın, indiki zamanda vermişəmsə, bu hansı feilin indiki zamanı lay olaraq qalır? Elə birinci feildir, elə deyil. Çünki lie feilini məndə götürmək istəsəm, indiki zamanda elə lay yazmaq lazımdır. Elə deyilmi? İndikidə yerləşdirmə qoymaqda, bu da mənim məna olaraq düz gəlmir. Evləri heç kim gətirib yerləşdirmir məntiqən. Özləri yerləşirlər. Ona görə 3-ü də çıxıram. Bu da getdi. 4-ə baxanda uşaqlar, did yazdımsa, əgər mən evlər yerləşir, filan yerdə uzanıb, qərarlaşıb mənasında, o zaman əgər burada söhbət ikinci laydan gedirsə, lay feilindən gedirsə, keçmiş zamanda olan, didə görə o nəyə qayıtmalıydı? Bu liyə yazılana qayıtmalıydı. Yəni, did lay olmalıydı belə. 4-də çıxdım. Zaten 1, 3, 4 çıxdı. Yerdə qalır hansı variant? 2 ilə 5. Doğru cavabımız. Yəni C variantı. Bax görürsünüz, did yazmışam deyə lay yazdım. Yəni bunun, bu keçmişin didə görə nəyə qayıtdı? İndiki zamana. Yəni uşaqlar, uzun sözün qısası. Əgər ki yerləşdirmək, qoymaq mənasında olsaydı, lay feilini götürə bilərəm. Mən orada nəyə götürdüm? Yerləşmək mənasını götürdüm. Yəni evlər yerləşir. Yerləşmək də hansının mənasıdır? Bu ikinci yazdığım layın yerləşmək.
Sadəcə problemli məqam odur ki, bunun keçmişi bu lay feilinin indikisindən üst-üstə düşür. Bunun keçmişi isə elə laid olaraq qalır. Mənası da yerləşdirmək, qoymaq, sərmək anlamında gedir. Mənə də lazımdır orada, deyirəm, ingilislər belə yanaşır ki, evləri heç kim gətirib bir yerə yerləşdirmir. Evlər ilə özləri yerləşir. Bax, ingilislərin yanaşması budur. Mənə də lazımdır, mən cümlədə lie sözünü görüm, yerləşmək sözünü görüm. Elə deyil. Və o baxımdan da yerləşmək sözünü görmək istəyirəmsə, birincisi do-la, əgər lay vermişəmsə, bu qəti şəkildə hansı feildir? Yerləşdirmək. Çünki əgər indiki zamanı mən yazsam, uşaqlar, indiki zamanda bunun forması nədir? Yerləşmək, lie-dır. Gətirib belə lie yazardım da bura. Elə deyilmi? Bir ona görə getdi. Sonra 3-də məsələn, uşaqlar, yenə də indiki zamanda verirəmsə, yenə lie yox, nə yazardım? Lie yazardım, elə deyil. Onsuz bunun indiki zamanı lie formasında. Da nəyə görə lie yazım? 4-də də didi yazıramsa, bax görürsünüz, lie bunun keçmişi. Didi yazıramsa nəyə qayıtmalıdır? Lie-a qayıtmalıdır. Onlar gedir, qalır 2-5. Və mən niyə görə iminli line bunun üzərində gedirəm? Bax, yenə deyirəm, evi yerləşmək, yəni ev yerləşir. Yəni yerləşdirmək anlamında istifadə olunmur. Yəni bu hissəni götürmürəm. Mənə lazım olan line yaranmasıdır. Bax, bu feilin yaranması. Ona görə bunun üzərində gedirik. Oldu 2-5 doğru cavabımız. Yəni C variantı. Sonra uşaqlar 25-ə baxıram. Birincisi in the kitchen. Mətbəxin altını xətləyiblər. Kitchen sözünü görürsünüz, in the kitchen. Harada mətbəxdə V olmalıdır, sağ olsun. Hamısına V yazıb. İndi mən baxıram. Dedi ki, have, has, had. Bunlardan sonra V3 gəlməyibsə, görürsünüz lunch isim gəlib. Bunun sualını ilə düzəldəcəm. İndi indiki zamanda deyə does-la düzəldirəm. Onda belə olmalıdır. Where does Nick, where does Nick ya D-dir ya Y-dir. Has yox nə olmalıdır? Have. Bayaq dedim. Does-ı yazıramsa S düşməlidir və yaxud da bu has-də have-ə qayıtmalıdır. Qalır Y variantı. Fikir versəz uşaqlar, does, do, did fərqi yoxdur. Nə yazıramsa yazım, həmişə have qalır. Does, do, did yazanda həmişə have qalır. 26. 26 ilə bağlı uşaqlar dərslərdə biz sizlə çox danışdıq. Dedi ki, this week, yenə də bunun alt xətliyib bu həftə nə vaxt? When-dən sual verir. Amma məsələ nədir? Biz dedik ki, when, what time və how long ago. Deməli, when, what time və how long ago. Bunlardan sonra indiki bitmiş zaman gəlməz. Present perfect. Ona görə tez hansı çıxıram? A-da gəlib, D-də gəlib, Y-də gəlib. Bax, mənə deməyin, müəllim, burada axı have been promised verilib. Niyə görə mən onları çıxdım? Çünki uşaqlar, when-dən sonra gəlmir. Yəni, məcburən biz istifadə edə bilmirik. Burada artıq məcburiyyət var. Qrammatika deyir ki, when-dən sonra bitmiş zaman götürə bilməzsən. Və mən onu məcbur götürə bilməyəcəm axı. Ona görə hamısını çıxdım buradan. Tək buna aid deyil ha. Ümumiyyətlə, düzgün variantı seçin deyib, when-dən sonra, what time-dan sonra indiki bitmiş zaman gəlirsə, çıxın geçsin variantlardan. Aydındır sual cümlələrində. Qalır B-dən C. Görürsünüz, məcbur mən keçid eləməliyəm keçmiş zamanı. Sadəcə, bu cümlə nədədir? Məhçuldadır. Baxın, indiki bitmişin məhçuludur. Araya bin girib. Diqqətli olun. Keçən həftələrdə keçdi sizlə. İndiki bitmişin nə idi? Bin girəndə araya. Məhçul. İndiki bitmişin məhçulu olduğuna görə mən keçid edirəm nəyə? Keçmiş sadənin məhçuluna. Görürsünüz, bu da keçmiş sadənin məhçuludur. Sadəcə C deyil, çünki sual cümləsində köməkçi feil nə eləməlidir? Was qabağa keçməlidir, qalır B variantı. Yəni, burada artıq şey eləməyin. Niyə görə have been götürmədim, onu götürərdim, nə bilim, nə edərdim? Uşaqlar, qaydadır. Qrammatika bizdən tələb edir ki, verindən sonra indiki bitmiş gəlməz. Ona görə də o variantları çıxıram, məcburən artıq mən keçmişə getməliyəm. Keçmişə də gedəndə, burada məhçul olduğuna görə, görürsünüz, uyğun versiyada keçmişin məhçulunda veriblər. Ona görə B-ni götürdüm. 27. Uşaqlar, yenə həmin testlərdəndir, diqqətli olursunuz. B-dən sonra indiki bitmiş gəlməz, tez çıxdım variantları, qalır B-dən C. Bu da indiki bitmişin nə idi? Məhçulu. Məhçul burada hardadır? B-də. Desəz müəllim, C-ni nə vaxt götürərdim? Məhçul olmasaydı əgər. Adi indiki bitmişi verəndə elə adi versiyada keçmiş sadəyə, yəni didə keçid edirsən. Amma məhçul verəndə məhçula uyğun məhçul cavab götürmək lazımdır ki, tərcümə düz gəlsin.
28 dərsdə danışdıq və bayaq da dedim. When-dən sonra indiki bitmiş gəlmir. How long ago-dan sonra gəlmir. 2-ni 4-ə atdın, qaldı 1-3, yəni A variantı. 29, yenə uşaqlar, bax forun altını xətləyib. Fora sual verəndə how long istifadə edirəm. Bir də had to modal feili. Bunun sualı ilə düzəlir? Did-lə. Had to-nu did axtarıram. Hardadır did? D variantına baxın. Did he have to. Did yazdım deyə had də have qayıtmalıdır. Və nəhayət 30-cu sualımız qəbula düşüb uşaqlar. Yenə diqqətli olun. Forun altını xətləyib bizdə. Forun altı xətləndən görə mən buna how long-la sual verməliyəm. Və baxıram ki, necə olacaq? How long has keçəcək mübtədadan qabağa. Has the museum been closed olur Y variant. D-ni və A-nı atıram. Aydındır. Bu did-lə was-un nə əlaqəsi? Zaman burada has been closed-dur. Zamanın bir dənə dəyişməsi yenə deyirəm. Hansında oldu? Baxın, burada qeyd elədik. Bu üçündə indiki bitmiş gəlmir. Verilən cümlədəki zamanı bir how long ago-da, bir when-də, bir what time-da. İndiki bitmiş gəlmir deyə avtomatik keçmişə qaytarırsan. Amma yerdə qalanlarında zaman olduğu kimi qalır. Məsələn, baxın, how long-da istifadə elədim, getdi. Yaxşı, since when-də də istifadə eləmək olar. Onu dərsdə demişdim sizə. Belə uşaqlar, sağ olun, salamat qalın.